Peyğəmbər bizə hər şeydən qabaq nümunə təqdim edir. Həzrəti Məhəmməd ədalətli olduğu üçün, mərhəmətli olduğu üçün, dürüst olduğu üçün və səbirli olduğu üçün nümunə idi. Biz bu nümunəni yaşatmalıyıq və sonraki nəsillərə ötürməliyik. Quran nə deyir? Mən müsəlmanam deyən və Allaha tərəf çağıran şəxsdən daha gözəl sözlü kim ola bilər? Hər bir müsəlmanın ən böyük arzusu Allaha təmsil etmək və insanları Allaha çağırmaqdır. Bismillahirrahmanirrahim. Salam, əziz və hörmətli izləyicilərimiz. Xoş gördük sizi. Mənəvi dəyər proqramımız 114 TV-nin efirindədir, yayımdayıq. Hər birinizi salamlayırıq. Allahın salamı, rəhməti, bərəkəti sizə olsun. Bugün də ümid edirik proqramımız sizə faydalı olacaq. Bugünkü mövzumuz İslamda nümunəvilik, insanın digərlərinə nümunə olması haqqındadır. Əla, gözəl bir mövzudur. İnşallah dəyərli, əziz qonağımızla bu söhbəti müzakirə edəcəyik. Qonağımız, həmsöhbətimiz Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi və fəlsəfə doktoru Elvüsal Məmmədovdur. Salamlayıram müəllim, xoş gəlmisiniz. Xoş gördük əziz Oqtay müəllim. Mən də sizi salamlayıram, tamaşaçılarımızı salamlayıram. Mövzumuz mühüm, maraqlı mövzudur. Çünki bugün dünyanın diqqəti inanclı insanlara yönəlmişdir. Hər kəsin diqqəti Allahı təmsil edən, müqəddəs dəyərləri təmsil edən şəxslərin üzərindədir. Bəlkə də bir çoxları bu cür inanclı, dindar insanların büdrəməsini istəyirlər. Bu baxımdan inanclı insanlar təkcə Allaha, Peyğəmbərə, dinin təlimlərinə bağlı qalmamalıdırlar. Onlar həm də nümunəvi olmalıdırlar. Bilirsinizmi, xoş, ideal nümunəyə əsaslanmayan tərbiyə, fəaliyyət, dəvət işi özünü doğrultmur. O kimsələr ki, ətrafındakılarda xoş təəssürat yaradırlar, hər kəs onlarla ünsiyyət qurmağa can atır. Bəzən bu cür insanların ədəb-ərkanı qarşısında biz xəcalət çəkirik. Amma o kimsələr ki, ətrafındakılarda xoş təəssürat yaratmırlar, onlar heç vaxt dəyişdirə, təsir edə, dünyanı gözəlləşdirə bilməzlər. Məhz nümunəvilik dəyişdirə bilir, təsir göstərə bilir. Biz nümunəvi ola bilməsək, insanlara təsir göstərə bilməyəcəyik, insanları heyrətləndirə bilməyəcəyik. Bugünün insanı informasiya baxımından, bilik baxımından doymuş insandır. Deməli, insanlara təsir göstərmək, onları heyrətləndirmək istəyiriksə, sahib olduğumuz biliklərə bir nümunəviliyi də əlavə eləməliyik. Özümüzə həmişə bu cür sualı verməliyik. Görəsən, Həzrəti Məhəmməddə bizim şahid olduğumuz nümunəviliyi bugün dünya bizdə görürmü? Biz həmin nümunəviliyin daşıyıcısı ola bilmişikmi? Çünki məhz Həzrəti Məhəmməd nümunəviliyi sayəsində qəlblərə təsir göstərmişdi. O təkcə Allahın kəlamını sözlü formada çatdıran səma elçisi deyildi. O həm də davranışlarıyla, əxlaqıyla təsir göstərən nümunəvi şəxsiyyətidir. Həzrət Məhəmməd haqqında Qurani Kərimdə Əhzab surəsinin 31-ci ayəsində Allah Taala buyurur ki, həqiqətən Allahın elçisində Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Bəli, Peyğəmbər bizə hər şeydən qabaq nümunə təqdim edir. Həzrəti Məhəmməd ədalətli olduğu üçün, mərhəmətli olduğu üçün, dürüst olduğu üçün və səbirli olduğu üçün nümunə idi. Biz bu nümunəni yaşatmalıyıq
və sonrakı nəsillərə ötürməliyik. Elvisa müəllim, nə üçün nümunə olmalıyıq? Bax, belə bir sual çıxır meydana. Oqtay müəllim, doğrudur. Biz qarşımıza məqsəd qoymasaq, yaxud nümunə olduğumuzda nəyi qazanacağımızı gözümüzün önünə gətirməsək, o məqsədə çatmaq üçün səy göstərməyəcəyik. Biz başa düşməliyik ki, əgər nümunəvi olsaq, nə qazana bilərik? Hər şeydən əvvəl biz nümunəvi ola bilsək, ətrafımızdakılarla birbaşa sözlü ünsiyyət yaratmadan da onları haqqa çağıracağıq. Çünki ətrafdakı insanlar bugün sözün həqiqi mənasında sözdən daha çox sözü əməlində əks etdirən insan axtarışındadılar. Görəndə ki, filan kəs əməli ilə, sözü ilə, həyatı ilə nümunəvidir, özləri həmin şəxslə əlaqə yaratmağa çalışacaqlar. Yaxud həmin şəxsin həyatını özləri üçün nümunə götürəcəklər. Yəni, o insanın həyatındakı haqqı mənimsəyəcəklər. Bu baxımdan nümunəvi ola bilsək, birbaşa insanlarla ünsiyyət yaratmadan da onları haqqa çağıracağıq. Məyər hər bir inanclı şəxsin, müsəlmanın həyatdakı əsas qayəsi ətrafındakiləri haqqa çağırmaq deyilmi? Allahın kəlamına çağırmaq deyilmi? Quran nə deyir? Mən müsəlmanam deyən və Allaha tərəf çağıran şəxsdən daha gözəl sözlü kim ola bilər? Hər bir müsəlmanın ən böyük arzusu Allaha təmsil etmək və insanları Allaha çağırmaqdır. Nümunəvilik bizə bu şansı daha asan yolla bizə bu şansı verəcəkdir. İkincisi, biz birbaşa ünsiyyət yaratmadan, kontakt qurmadan insanlara təsir göstərəcəyik. Bilirsinizmi, şər necə təsir göstərirsə, xeyir də elə təsir göstərir. Peyğəmbərimizin bu məsələdə bəlkə də hər kəsin özü üçün düstur seçəcəyi bir hədisi vardır. Peyğəmbərimiz buyurur ki, yaxşı həmsöhbət ətir satan şəxsi xatırladır. Həmin şəxs sənə ətrindən nəsə sürtməsə də, yaxud ətrini sənə verməsə də ətrindən, sən o ətrin qoxusunu hiss eləyirsən. Pis həmsöhbət isə dəmirçixanası olan şəxsi xatırladır. Yəni, bir dəmirçini xatırladır. Sən onun dəmirçixanasında hissə pasa bulaşmasan da tüstü səni tutur. Nə demək istəyir Peyğəmbərimiz? Yaxşı insanlarla oturub dursanız, o sözlü formada sizi yaxşılığa çağırmasa da, xeyrə çağırmasa da, siz ondakı o müsbət məziyyətlərdən təsirlənirsiniz. Eyni zamanda pis adamlarla oturub dursanız, şərt deyil ki, o sözlü formada sizi hansısa haram işə dəvət eləsin, çağırsın, yaxud desin ki, filan işi et. Onunla oturub durduğunuz üçün o şər sizə də keçir. Biz nümunə ola bilsək, biz xeyri təmsil etsək, biz Peyğəmbər əxlaqını yaşatsaq, insanlara ağzımızı açıb bir söz deməsək də təsir göstərə biləcəyik. Bu məsələnin ikinci tərəfidir. Üçüncü tərəfi, əslində bu həm də bununla əlaqəlidir. İnsanlara nəsə öyrətmiş olacağıq. Kontakt qurmadan, ünsiyyət qurmadan insanlara biz nəyisə öyrətmiş olacağıq və bu bir dəfə Peyğəmbərimizin nəvələri Həzrət Həsənlə Həzrət Hüseyin bir qocanın yanlış dəstəmaz aldığını görürlər. Amma Peyğəmbər ailəsində aldıqları ədəb, ərkan və tərbiyə bunu birbaşa həmin yaşlı adama demələrinə əngəl olur. Və çağırıb deyirlər ki, ey baba, biz dəstəmaz almağı öyrənmək istəyirik. Biz dəstəmaz alaq və biz təkrarlamaq istəyirik. Sən bir bax gör, biz düz alırıq ya səhv alırıq. Onlar dəstəmazı Allahın elçisinin öyrətdiyi kimi, babalarının öyrətdiyi kimi alırlar
və qoca həmin anda yanlış dəstəmaz aldığını başa düşür. Və deyir ki, övladlarım, mənə siz bir kəlmə söz demədən də dəstəmazı düzgün almaq öyrətdiniz. Baxın, nümunəvilikdir. Ağzını açıb, sən səhv alırsan demədilər. Amma nümunəvilikləri ilə onlar öyrətdilər. Əməlicə. Bəli, nümunəvi ola bilsək biz həm də öyrədə biləcəyik. Əlbəttə ki, biz konkret iş görmədən əgər nümunəviliksə savab qazanacağıq. Çünki insanlar bizim nümunəviliyimizdən təsirlənirlər və biz ola bilsin ki, onlarla heç danışmırıq, söhbət açmırıq onlarla, söhbət qurmuruq, onlara hansısa bir kitab da vermirik. Onları heç söhbətimizə də bəlkə çağırmırıq. Amma nümunəvi olduğumuz üçün onlar bizi özlərinə ideal seçirlər və düzəldirlər özlərini. Bu bizə savab gətirir. Yenə Peyğəmbərimiz Həzrət Əliyə deyirdi ki, ey Əli, bir insanın sənin vasitənlə hidayət tapmağı günəşin üzərinə doğduğu hər şeydən xeyirlidir. Bax, sənin vasitənlə, əgər sən nümunəvi olacaqsansa, əxlaqınla ideala çevriləcəksənsə, insanlar bugün haqq yolu daha çox dürüst əməldə axtarırlar. Gözəl danışıqda axtarmırlar. Təmiz fəaliyyətdə axtarırlar. Pafoslu çıxışlarda axtarmırlar. Nümunəvi ola bilsək insanlar əlbəttə ki, haqqa gələcəklər və biz buna görə savab qazanacağıq. Peyğəmbərimiz nə deyir? Kim düzgün bir cığır açarsa, insanlar da ondan sonra həmin cığırla gedərlərsə, həmin şəxslərin savabından o birinci şəxsə də yazılar, o haqq cığırı açan şəxsə də yazılar. Və əlbəttə ki, biz nümunəvi ola bilsək, cəmiyyətimizdə, dünyamızda insanlar İslama, xeyrə olan inamlarını yeniləyəcəklər və deyəcəklər ki, nə yaxşı ki, İslam var, nə yaxşı ki, yaxşı insanlar var. Biz xeyrə olan inancı yenidən dirçəldəcəyik. Nümunəvilik həm də bunun üçün lazımdır. Nəhayət, biz əlbəttə ki, bugün xeyirlə şər arasında mübarizə təkcə kimin haqlı, kimin haqsız olmağı ətrafında getmir. Bugün bu mübarizə həm də daha çox tərəfdar toplamaq ətrafında gedir. Biz nümunəvi olsaq, əlbəttə ki, xeyrin tərəfdarları da artacaqdır, çoxalacaqdır. Nədə nümunə olmalıyıq, ola bilərik? Ümumiyyətlə, bu da maraqlı bir məsələdir. Buna əlbəttə diqqət etməliyik. Ki, biz hər şeydən əvvəl ibadətimizdə nümunə olmalıyıq. İnsanlar bir müsəlman gözü ilə bizə baxdıqlarında görməlilər ki, biz əməli ilə sözü bir-birini tamamlayan bir ibadətə sahibik və belə ibadəti daşıyan möminik və yaxud müsəlmanıq. Biz ibadətdə nümunə olmalıyıq. Biz davranışlarımızda nümunə olmalıyıq. Həm başqaları ilə davranışlarımıza diqqət yetirməliyik, həm də özümüzünkilərə münasibətdə nümunəvi olmalıyıq. Bəzən insan ətrafda özünü çox yaxşı nümunəvi kimsə kimi göstərir, amma ailəsində nümunə deyildir. Bu da insandan bərəkət alır. Biz həm özümüzünkilərə, həm də başqalarına münasibətdə davranışlarımıza diqqət yetirməliyik və nümunəvi olmalıyıq. Bir insanın mübahisə zamanı nümayiş elətdirdiyi davranış onun nümunəviliyindən xəbər verir. Biz hansı davranışı nümayiş elətdirmişiksə, bizim nümunəviliyimiz də ona uyğundur. Daha sonra biz işdə bir iş görərkən nümunəvi olmalıyıq. Bunun üçün 2 şərtə əməl etməliyik. Birincisi, məsuliyyətli olmalıyıq işə münasibətdə. İkincisi, peşəkar olmalıyıq. Bugün elə həkimlərin, elə mühəndislərin, elə müəllimlərin, elə dövlət işçilərinin şahidi oluruq ki, çox peşəkardılar, amma məsuliyyətsizdirlər. Elələrin də şahidi oluruq ki, onlar çox məsuliyyətlidirlər, amma peşəkarlıqları azdır. Əlbəttə, həm peşəkar, həm də məsuliyyətli olan həkimlərimiz də vardır, müəllimlərimiz də vardır,
dövlət işçilərimiz də vardır. Biz danışığımızda nümunəvi olmalıyıq. Nə deməkdir bu? Bir söz seçimimizə diqqət yetirməliyik ki, yaralamayaq, incitməyək, mənfi təəssürat yaratmayaq. Bir də tərzimizə diqqət yetirməliyik. Biz danışarkən insanlar rahatlamalıdırlar. Peyğəmbərimiz haqqında nə deyirdilər? Deyir, o qədər aramla danışırdı ki, ağzından çıxan sözləri saya bilirdik. Aramlılıq çox mühümdür. Əlbəttə ki, biz xarici görünüşümüzdə də nümunəvi olmalıyıq. Müsəlman xarici görünüşünə diqqət yetirməlidir. Geyiminə, keçiminə, təmizliyinə. Biz elə etməliyik ki, bizim xarici görünüşümüz də insanlara təsir göstərsin. Yəni, əxlaqımızla, nəsiyyətlərimizlə, sözlərimizlə necə nümunəviyiksə, əlbəttə ki, geyimimizlə də, keçimimizlə də, görünüşümüzlə də, təmizliyimizlə də biz o cür nümunəvi olmağa çalışmalıyıq. Və jest və mimikalarda da mömin nümunəvi olmalıdır. Peyğəmbərimiz haqqında nə deyirlər? O daima gülümsəyərdi. Əlbəttə ki, biz Peyğəmbər ola bilmərik. Bizim kədərli anlarımız da var. Qəzəbləndiyimiz anlar da var. Mümkün qədər jest və mimikaya, əl hərəkətlərimizə, daha sonra üz çizgilərimizə diqqət yetirməliyik. Burada mənim xüsusilə qeyd etmək istədiyim məsələ oturuş tərzidir. Şərq insanının özünə məxsus oturuş tərzi var. Bugün çox təəssüf ki, böyük qarşısında, müəllim qarşısında oturuşumuzu itirmişik. İctimaiyyət arasında necə oturmağı bacarmırıq. Təəssüf ki, qərb mentalitetindən əxs etdiyimiz oturuş formalarını bugün biz model oturuş kimi təqdim edirik. Halbuki şərq insanı üçün, müsəlman insanı üçün aşağı ətraflar həmişə məhrəm üzvlər hesab olunub. Həm xanımı, həm də kişisi oturuşuna diqqət yetirməlidir ki, aşağı ətraflar bariz şəkildə bilinməsin. Ona görə də dədə babamız xüsusən də oturuşumuza diqqət yetirməyi bizə tövsiyə edirdi. Xanımlar kimi kişilərimiz də oturuşlarına diqqət yetirməlidirlər. Böyüyün qarşısında, müəllimin qarşısında ayağın üzərindən aşıraraq oturmaq bizim adətimizdə eyib hesab olunmuşdur. Bizim adətimizdə naqislik hesab olunmuşdur. Yaxud görürsən ki, ictimai yerlərdə müasir gənclər ayağın topuq hissəsini diz nahiyəsinin üzərinə qoyaraq otururlar. Bu ayıb hesab olunub bizdə. Bəli. Bizim xalqımızın adət-ənənələrində ayıb deyilən bir şey var. Ayıb deyilən bir şey var. Biz əsla düşünməməliyik ki, bu keçmişdə qalıb. Xeyr, əxlaq köhnəlməz. Bir şey ayıbdırsa, bir şey günahdırsa, o həmişə ayıbdır, həmişə günahdır. Nə olsun ki, yazılmayan qanunlar sayılır. Əlbəttə, ədəb ərkan köhnəlməz. Ədəb ərkanı əksinə qoruyub saxlamalıyıq. Bax, bu çox mühüm məsələdir. Daha sonra biz əyləncə və şənlənmələrimizdə də nümunəvi olmalıyıq. Məsələn, xüsusən zarafat məsələsində. Əlbəttə ki, zarafat insan həyatına nəşə qatır, insanı sevindirir. Amma Həzrət Əli nə deyirdi? Yeməyə nə qədər duz qatırıqsa, söhbətə də o qədər zarafat qatmalıyıq. İnsan həyatı ancaq quru ola bilməz. Eyni zamanda ifrata vararaq həyatımızı şitləşdirməməliyik. Hər şey yerində olmalıdır. Daha sonra kiminlə, necə, harda zarafat etdiyimizə, əylənməyimizə diqqət yetirməliyik. Unutmaq olmaz ki, İslam dinində əyləncə və şənlənmək heç bir qaydaları olmayan bir fəaliyyət deyil. Onun öz qaydaları vardır, onun öz normaları vardır. Bunlara əməl eləmək lazımdır. Belə olduqda biz nümunəvi birisinə çevrilik. Bəzən görürsən ki, qalstuk geyinmiş, özünü universitet müəllimi kimi təqdim edən birisi ictimaiyyət arasında, tələbələrin qarşısında digər həmkarı ilə elə şit zarafat edir ki,
bu onun nümunəviliyini ayaqlar altına atır. Diqqətli olmaq lazımdır. Və nəhayət rəy bildirmədə, fikir bildirmədə biz nümunəvi olmalıyıq. Mən nəyi demək istəyirəm? Kimsə bizdən gəlib məsləhət istəyərkən diqqətli olmalıyıq, məsuliyyətli olmalıyıq. Çünki insanlar bizə güvənirlər. Daha sonra kiməsə nəsihət verəcəyiksə, çalışaq ona hər kəsin qarşısında o nəsihəti verməyək. Təklikdə verək. Yaxud birbaşa bir insana nəsihət verərkən mətləbə gəlməyək. Tədricən söhbətə gələk. Bunlar hamısı ədəb ərkana daxil məsələlərdir. Nəhayət müzakirə məsələsi də bura daxildir. Müzakirələrdə nümunəvi olmaq o deməkdir ki, biz yeri gələndə danışırıq. Yerli yersiz danışmaq, çox danışmaq, özünü məclislərdə gözə soxmaq nümunəvi insanlara xas davranış deyildir. Bir sözlə əziz Oqtay müəllim, bütün davranışlarımızda, bütün həyat tərzimizdə biz nümunəvi olmağa çalışmalıyıq. Kimsə deyə bilər ki, çox çətindir. Əlbəttə çətindir nümunəvi olmaq. Amma bundan başqa çıxış yolu da yoxdur. Xeyrə xidmət etmək, xeyrin qələbə çalmasını, gözəl adətlərimizin yaşamasını, İslamımız haqqında xoş təsəvvürlərin özünü qoruyub saxlamasını istəyiriksə, biz nümunəvi olmalıyıq. Nümunəvi ola bilsək, ailələrimiz nümunəvi olacaq. Ailələr nümunəvi olsa, cəmiyyət nümunəvi olacaq. Cəmiyyət nümunəvi olduqda, əlbəttə bu ölkə adına, dövlət adına ancaq xeyir gətirəcəkdir. Elvisa müəllim, çox əhəmiyyətli bir mövzu idi. Kaş ki, fərqinə varalar bu nə qədər əhəmiyyətlidir. Cəmiyyətimiz üçün hava, su kimi vacib bir məsələdir. Dinimizin də təbii ki, siz də gözəl vurğuladınız müəyyən məsələlərə. Çox vacib bir məsələdir. Kaş əhəmiyyət verəydilər. Heyfdir bizim cəmiyyət həqiqətən də. Biz də o görmüşük, bizə ötürüblər, biz də bu dəyərləri əlimizdə qoruyub saxlamalıyıq. Gələcək nəsillə bir qiymətli bir şeylər ötürməliyik həqiqətən də. Bu məsələ də çox qiymətli, çox dəyərli bir şeylərdir ki, siz də sağ olun ki, gözəl toxundunuz bu məsələlərə, var olasınız. Gəldiyiniz üçün təşəkkür edir sizə. Əziz və möhtərəm izləyicilər, proqramımızı paylaşın, dostlarınız, qohumlarınız, qardaşlarınızla izləsinlər. Əhəmiyyətli bir mövzudur. Bayaq da dediyimiz kimi, inşallah faydalı olar. Allah ömrünüzə xeyir versin. İnşallah növbəti həftə görüşənədək sağ olun.